Ağdaşın Ləki qəsəbəsində bıçaqlama hadisəsi baş verib. Belə ki, rayon sakini 59 yaşlı Arzu Əhmədov həyat yoldaşı və 17 yaşlı oğluna bıçaq zərbələri yetirməkdə şübhəli bilinir. Ətrafdakı sakinlərin köməyi ilə ana və oğul Ağdaş rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Hadisəni törətməkdə şübhəli bilinən Arzu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Uşaqlıqdan biz bir yerdə böyümüşük. O Arzu fəhlə adamdır. İndi gəlib girib beyninə, qəlbinə, şeytan girib. Nə girib? Axşam demişəm ki, nə? Yoldaşınla mehriban ol. Yaxşı ol. Dalaşma. Oğlum var deyirəm. Ayıbdır, sağ yaraşmır dalaşmaq. 17-16 yaşında oğlu var, yekə. Yekə oğlu var. Deməsə ayıbdır, sən sabah birinci gəlin olacaq. Eşitmədi məni. Ben bu ayına gəlmişəm, geri saat 12-dən sonra çıxıb gəlmişəm. Geri saat 2-də arvadı ilə, uşağı ilə dalaşıb, nə bıçaqlayıb, nə qarıb, bilmirəm daha. Nə idi məsələləri, problemləri nə idi? Qısqançılıqdandır dəsən. Yoldaşına dəsən qısqanır, nə demək. Zivildir, bir dənə zivil. Çoxdan mübahisələr düşürdü, yoxsa? Öyle çoxdan var. Deyəndə ki, bu yaxından başlayıblar. Bir çaydı, 3 aydı. Aralarında bu münasibət. Bu söz söhbət düşür. Həmişə deyirəm ki, bəsdir. Bir qonşu olaraq necə qonşu olublar sizinlə? Valla mənlə yaxşı, münasibətimiz yaxşı olubdur bundan. Gəlin bacı da yaxşı gəlin bacı deyib. Pis gəlin də öyle, yaxşı gəlindir. Amma nə bilim mən, gəlib də qəlbinə girib şeytan. Nə bilim mən, insanlara.